şagirdlər, bu dərsimizdə biz sınaq 44-ün suallarına baxacağıq inşallah. Həmən birinci sualdan başlayaq. 1918-ci ilin payızında uşaqlar payız ayları bilirsiniz də hansıdır? Bir daha deyirəm, sentyabr, oktyabr, noyabr. Əgər yaz aylarını soruşursa mart, aprel, may. 1918-ci ilin yaz aylarında Cumhuriyyətlə bağlı nə ola bilər? May ola bilər. Çünki mart, apreldə Cumhuriyyət yox idi. Payızda isə bəli, sentyabr, oktyabr, noyabrda baş verən hadisələri götürmək olar. İndi biz burada baxırıq, Bakı şəhəri işğalçılardan təmizləndi. Bəli, bu sentyabrda olduğuna görə, sentyabrın 15 olduğuna görə bu elə cavab burada A-dır. Deyəlim kimsə nümunə verir. Müstəqilliyin elan edilməsi hansı aydı? May aydı. May payız deyil artıq. Ona görə yaz olduğuna görə çıxırsan. Bakı dövlət zaten 19-cu ildir. İlk hökumət başçısı Fətəli xan Xoyski, o da maydı. Şamaxı Quba soyqırım hadisələri də martda olub. Cumhuriyyətdən əvvəl olub zaten. Və bir daha deyirik ki, mart nədir? 18-ci ilin yazıdır. Bunlar heç biri olmaz. Gəlir ikinci suala, Manna dövlətinin daxili siyasətinə aid deyil. Vilayət hakimlərinin özbaşınalığına qarşı mübarizə aparılması, mərkəzi hakimiyyəti möhkəmləndirmək, ölkədə sabitlik yaratmaq, vilayətləri birləşdirmək, bunların hamısı daxili siyasətdir. İranzunun Aşur dövləti ilə ittifaq yaratması bu artıq xarici siyasətdir. Ona görə də bu daxili siyasət deyil. Üçüncü sual, Əhmədiyyə Cəbrayılovun fəaliyyətlərinə aid deyil. Xarqo ləqəbi ilə fəaliyyət göstərirdi. Əlavə olaraq da Armet Mişel. İkinci Dünya müharibəsində partizan olaraq fəaliyyət göstərib. Sovet ordusunda xidmət etməsi bir müddət edib, bəli, sonra əsir düşüb. Ona görə də problem yoxdur. Burada da faşistlərə qarşı mübarizə aparıb, bəli. Amma Sovet İttifaqı qəhrəmanı olmayıb. Niyə? Çünki o Fransada uzun müddət döyüşüb və qəhrəmanlıqlarını əsasən orada göstərib. Ona görə də Fransanın orden və medallarına layiq görülüb, amma Sovet İttifaqı qəhrəmanı adına təbii ki, layiq görülməyib. Dördüncü suala gəlirik. Zərbxanada hökmdarın adının pulların üzərində zərb edilməsi hansı əlamət hesab olunurdu? Bu, əlbəttə ki, hökmdarın müstəqilliyinin təsdiqi hesab olunurdu. Beşinci sual, Şirvanşahlar dövlətinə aid deyil. Səlcuq dövlət tərəfindən tabe edilib. Qızılbaşların hücumuna məruz qalıb. Baharlı ilə həmsərhəd olub. Eldənzilər dövlətindən nasıl hala düşüb? Sadəcə İran körfəzinə qədər çıxa bilməz. Çünki bilirsiniz ki, Şirvanşahlar Kürdən şimalda yaranıb və Dərbənddən, burada Azərbaycan Bakını götürsək, Dərbənddən Kür çayı arasındakı ərazilər əhatə edildi. Hətta Araza qədər gedib çıxmayıb. Nəinki burada İran körfəzi deyəlim. Altıncı suala baxırıq. Ağqoyunlu ordusunda döyüşçülərin toplanması və təchizatı ilə məşğul olurdu. Bu Həsən Padşah mövzusunda yazılıb. Bundan ötürü deyir, Həsən Padşah xüsusi dövlət məmurları ayırmışdı. Ona görə də cavab C-dir. 16-cı əsr Azərbaycan tarixinə aiddir. 16-cı əsr Azərbaycan tarixinə aiddir. Burada cavab, deməli, Səfəvilər dövlətinin bir müddət Təhmasibin anası tərəfindən, yəni Taclı bəyim və yaxud Şahbikə xatun tərəfindən idarə olunmasıdır. Ona görə də cavab D-dir. Burada A niyə səhvdir? Çünki Qəzvindən Təbrizə yox, Təbrizdən Qəzvinə köçürülüb. Qızılbaşlarla Ağqoyunlu dövləti arasında ilk hərbi toqquşmanın baş verməsi 15-ci əsrdə olub. Şeyx Heydərin dövrünü xatırlaya bilərik. Həsən Padşah ona 15-ci əsrdə yaşayıb, 16-da yaşaya bilməz. Və bir də Azərbaycan torpaqlarının ilk dəfə Səfəvilər tərəfindən birləşdirilməsi. Xeyr, ilk dəfə Azərbaycanı birləşdirən bilirsiniz ki, Sacilər dövlətidir. Gəlirik 8-ə, Nadir Şahın daxili siyasətinə aiddir. Daxili siyasət olmalıdır. Buradakı cavablar vergilərin yığılmasını qaydaya saldı. Osmanlı Sultanı məktub yazmaq bu xarici siyasətdir. Mərkəzi Asiyaya yürüş etmək o da xarici siyasətdir. Dövlət idarəsindəki bəzi vəzifələri ləğv etməsi bu daxilidir. Xəzər dənizində hərbi donanma yaratmaq ümumiyyətlə yaratmamışdı, yaratmaq istəmişdi. Yaratmaq istəməsi olsaydı götürmək olardı, amma belə halda yox. Deməli, burada 1-dən 4 doğru cavabdır.
9-cu suala baxırıq. Xəritə sualıdır. Orta əsrlər dövründə ən uzun ömürlü dövlətimizin paytaxt şəhərini müəyyən edin. Orta əsrdə ən uzun ömürlü dövlətimiz Şirvanşahlardır. Şirvanşahların paytaxtı da 5, yəni Şamaxıdır. C cavabı. 4 Qəbələdir, 3 Şəkidir, 1 Bərdədir, 2 də Gəncə. 10-cu sual 8-ci əsrə aiddir. Babəkin başçılıq etdiyi Xürrəmlər hərəkatının məğlub olması bu 9-cu əsrdir. Xəzər-Ərəb müharibələrinin başlanması 7-ci əsrdir. 9, 7. Azərbaycanda ilk müstəqil vahid dövlətin yaranması bu deməli sazilər nəzərdə tutur. Bu da 9-cu əsrdir. Ərəb xilafətində İslam dininin yaranması, bu da ümumiyyətlə bu cümlə yanlış olur. Ərəb xilafətində İslam dini yarana bilməz. Çünki İslam dini yaranandan sonra Ərəb xilafəti yaranıb. Və Azərbaycanın şimalında ümumiyyətlə də İslam dini və Ərəb xilafəti elə ikisi də fərq eləmir. 8 yox, 7-ci əsrdə yaranıb. Və doğru cavab Y-dir. Niyə görə? Çünki Azərbaycanın şimalında yerli hökmdarların hakimiyyətinə tamamilə son qoyuldu. Yəni bu nə deməkdir? Bu cümlə onu demək istəyir ki, Albaniya şimaldır, düzdür. Albaniyanın varlığına son qoyulur və bununla və Albaniyanı da yerli hökmdarlar idarə edirdi. Bununla şimaldakı hökmdarın hakimiyyətinə tamamilə son qoyuldu. Davam edirik 11-ci sualdan. Sovet Azərbaycanın 1920-30-cu illər tarixinə aid deyil. Deməli, burada cavab D-dir. Çünki Mehdi Hüseynzadə elə nə vaxt vuruşub? 41-45-də vuruşub. 1941-45-də elə bu vuruşub və ölümündən sonra Milli Qəhrəman, Sovet İttifaqı qəhrəmanı adına layiq görülüb. Deməli, bu 40-cı illərdə elə döyüşübsə, bu qəhrəman adını da təbii ki, Sovet İttifaqı qəhrəmanı adını da ondan sonra alıb. Düzdür, kitabımızda olmasa da bunu biz buradan dərk eləyə bilərik, başa düşə bilərik. Amma digər hadisələr 20-ci 30-cu illərdə olub. Yəni bunları çıxırıq. Bunlar hamısı baş vermiş hadisələrdir. Gəlirik 12-ci suala. Eldənzilər dövlətinin 12-ci yüzillik mədəniyyətinə aid olanları müəyyən edin. Görürsünüz, burada Eldənzilər istəyir və 12-ci əsr istəyir və bir də burada diqqətli olmalıyıq, mədəniyyətə aid olan istəyir. Belə baxsaq, bunun hamısı əslində 12-ci əsrdə olub. Amma məsələn, Şirvanşahları hala salmaq bu mədəniyyət deyil. Bu siyasi bir məsələdir. Və yaxud vahid dövlət yaratmaq və ya dillər hücumundan mübarizə asanlaşmaq bu məsələsi. Bu da siyasi hərbi məsələdir. Bunları çıxırsınız. İntibah mədəniyyəti öz zirvəsinə çatdı, doğru. Və Naxçıvanda bir sıra abidələr inşa edildi. Məsələn, Möminə Xatun türbəsi, Yusif ibn Küseyir türbəsi və s. 2-4 D cavabı doğru cavabdır. 13-cü suala gəlirəm. Uyğunluq pozulmuşdu. Deməli, Səfəvilər dövlətinin son paytaxtı İsfahan şəhəri idi. Bu pozulmayıb. 12-ci əsrin ortalarında Atabəy Eldəniz Aranı hakim təyin edilmişdi. Bu da doğrudur. Çünki 1136 12-ci əsrin ortaları eləyir. 15-ci yüzilin sonlarında Həsən bəy Ağqoyunlu bəyliyin əsasını qoymuşdu. Bəli, burada uyğunluq pozulub. Çünki Ağqoyunlu bəyliyin əsasını Həsən bəy qoya bilməz. Ən azından Həsən bəydən əvvəl onun atası Əli bəy var. Ona görə də Həsən bəy Ağqoyunlu bəyliyinin bəyi olaraq Təbrizə gəlib, tutub Təbrizi Qaraqoyunluların əlindən alıb və orada dövlət, Ağqoyunlu dövlətini yaradıb, padşah titulu götürüb. Ona görə də Ağqoyunlu dövlət olsaydı hə, amma Ağqoyunlu bəyliyi ondan əvvəl də var idi. Ona görə də burada uyğunluq pozulub. D ilə Y-də də uyğunluq pozulmuyor. 14-cü suala baxaq. Deməli, eyni əsrə aiddir. Makedoniya İskəndərin şərqə yürüş etməsi eradan əvvəl 4-cü əsr, xristianlıq dini yaranması 1-ci əsr olmaz. 1-ci Qarabağ müharibəsinin başlanması 20-ci əsr, Heydər Əli fondunun yaradılması 21-ci əsr. Bu da olmaz. Elxanilərin yaranması 13-cü əsr, Təbrizdə Göy məscidinin inşası Cahanşahın dövrü 15-ci əsr. Rəvvadilər dövlətinin yaranması 10-cu əsr, Naxçıvanın paytaxt şəhərə çevrilməsi 12-ci əsr. Bu da olmaz. Doğru cavab D-dir. Niyə? Çünki İslam dini yaranıb 7-ci əsr. Bərdə şəhəri 7-ci, deməli 5-ci əsrdən 8-ci əsrə qədər Albaniyanın paytaxtı olub. Olması deyir, çevrilməsi demir. Çevrilməsi olsaydı 5-ci əsr olardı. Olması dediyinə görə o da 7-ci əsr kimi götürmək olar. Doğru cavab D olur. Davam edirik 15-ci sual. Şah İsmailin hakimiyyəti, geniş ərazili imperiya yaradılması, Azərbaycan dilinin dövlət dilinə çevrilməsi. Deməli, burada
bir daha görürük ki, Şah İsmayılın hakimiyyət dövründə o ölkəni geniş ərazili imperiya yaratdı və Azərbaycan dilini dövlət dilinə çevirdi. Başqa neynədi? Qızılbaşların Azərbaycan mübarizə başlaması, bu ondan əvvəl olub. Şeyx Heydərin dövründə belə bu var. Ağqoyunların Təbriz şəhərini əlindən alması, bu zaman o şah deyildi, diqqətli olaq. Çaldıran döyüşündə qalib gəlməyib, məğlub olub. Azərbaycan torpaqlarının böyük bir hissəsini birləşdirib, bəli. Ərdəbil hakimliyinin əsası da 13-cü əsrdə Şeyx Səfiyyəddin tərəfindən qoyulub. Bir daha deyirəm, doğru cavab D olur. 16-cı sual İstiqlal bəyannaməsinə aiddir. Azərbaycan Milli Hökumətinin qurulmasını bəyan etməsi, bəli. Müsavat təşkilatı tərəfindən qəbul edilməsi yox, aidiyyəti yoxdur və yeri gəlmişkən Müsavat təşkilatı Cumhuriyyətdən əvvəl də fəaliyyət göstərirdi. Bakı şəhərində elan olması xeyr, Tiflisdə elan edilib. Bolşeviklər tərəfindən də qəbul edilə bilməz. Təbii ki, bu bolşeviklər AXC-yə düşmən olan bir təşkilat idi. 1-4 D cavabı doğru cavabdır. 17-ci suala baxırıq. Cədvəldəki nöqtələrin yerinə uyğun gələn doğru cavabı müəyyən etmək lazımdır. Kürəkçay müqaviləsi verilib. Deyilir ki, Qarabağ xanlığı Rusiya dövlətinin hakimiyyətini qəbul etdi. Gülüstanda deyilir ki, Rusiya Qazarlar dövlətləri arasında imzalanmışdı. Türkmənçay boş buraxılıb. Bunu tapmalıyıq. Türkmənçay 19-cu əsrin ilk rübündə imzalana bilərmi? İlk rüb nədir? Uşaqlar 1801-dən 25-ə qədər. Bu da 28-də Türkmənçay müqaviləsi nə vaxt imzalanıb? 1828. Ona görə bu olmaz. Bütün tarix Azərbaycan torpaqlarını işğal etmək, bu da olmaz. Ancaq şimal torpaqlarımız Rusiyanın işğal altına düşür müqavilə əsasən. Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla digər şimal torpaqları Rusiya dövlətlərindən işğal edilir. Bu da yanlışdır. Bu Gülüstan müqaviləsinə aiddir. Doğru cavab D-dir. Azərbaycanın Araz çayından şimaldakı bütün torpaqları Rusiya dövlət tərəfindən işğal edildi. Qarabağ ərazisində də imzalanıb. Xeyr, bu da yanlışdır. Çünki Türkmənçayda imzalanıb. O da Azərbaycanın cənubunda yerləşən Təbriz yaxınlığındakı bir kənddir. Davam edirik. 18-ci sual. Hadisələrdən neçəsi Azərbaycanda 1920-ci ildə baş vermiş Gəncə üsyanından sonraki tarixə aiddir. Deməli, Gəncə üsyanı nə vaxt baş verib? 1920-ci ilin may ayında. Deməli, bu maydan sonraki hadisələrə baxacaq. Əvvəlki hadisələr olmaz. Olmaz əvvəlki hadisələr. Baxaq. Azərbaycanda hakimiyyətin bolşeviklərin əlinə keçməsi bu əvvəlcədən var idi artıq. Bunu çıxırıq. Şərur Dərələyəz və Qərbi Zəngəzurun Ermənistana verilməsi, bəli. Özdə bu Azərbaycan SSR dövründə verilib. Ermənistan SSR-yə verilib, bəli. Moskvanın təzyiqi ilə təbii ki. Şərur Dərələyəz və Qərbi Zəngəzur deməli Sovet hökuməti qurulandan sonra Ermənistana verilir, güzəştə gedilir. Və beləliklə də Naxçıvanla əlaqəmiz itir. Yalama stansiyasında döyüş, bilirsiniz ki, bu əlbəttə ki, Cumhuriyyətin son hadisəsidir, Cumhuriyyətin dövrüdür və bu Gəncə üsyanından əvvəl olub. Bunu da çıxırıq. Milli operanın yaradılması 1908-ci ildir. Zaten bunu da çıxırıq. Bu da əvvəl olub. Azərbaycan Milli Ordusunun generallarının bolşeviklər tərəfindən məhv edilməsi. Bilirsiniz ki, elə bu üsyanda iştirak edən bir çox generallar və zabitlər güllələnir, sürgün edilir. Hətta onun bir hissəsi də sonradan deməli Türkiyəyə qaçır və Türkiyədə deməli cərəyan edən Qurtuluş Hərəkatına qoşulurlar. Orada bilirsiniz ki, Qurtuluş Hərəkatına da başçılıq edən Mustafa Kemal, hamımızın tanıdığı Mustafa Kemal Atatürk'ün başçılıq etdiyi Qurtuluş Hərəkatına da qoşulanlar olur. Amma bu üsyandan sonra baş vermiş hadisə olur bu da. Bunu da plus qoyuruq. Deməli, burada 2 dənə doğru cavab var. A. Davam edirik. On 19-cu sual hadisə nəticə əlaqələrin doğru verildiyi bəndi müəyyən etmək lazımdır. Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsi nəticəsində Rusiyanın Azərbaycana qarşı işğalçılıq siyasətinə son qoyulduğumu əlbəttə ki, xeyr, səhvdir. Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı dövləti ilə saziş imzalaması nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin ilk dəfə qonşu dövlət tərəfindən tanınması. Bəli, bu doğrudur. Bilirsiniz ki, Cumhuriyyətimiz yaranandan sonra onun hökuməti yaranır və hökumətimiz ilk dəfə Osmanlı ilə saziş imzalayır
və bu sazişə əsasən Osmanlı ilk dəfə olaraq, ümumiyyətlə ilk dəfə, həm qonşu olaraq, həm də qonşu olmayaraq da fərq eləmir, Azərbaycan Xalq Cümhuriyyətini tanıyan ilk dövlət, rəsmən tanıyan ilk dövlət olur. Və bu Tiflisdə baş verir bu hadisə. 1920-ci ildə Gəncədə Sovet işğalına qarşı silahlı üsyanın baş verməsi nəticəsində Azərbaycanda yenidən müstəqil dövlətmi yarandı? Xeyr, üsyan yatırıldı. 1918-ci ilin mayında İstiqlal bəyannaməsinin qəbul edilməsi nəticəsində qədim dövlətçi ənənələrimiz təbii ki, bərpa edildi. 2-4 doğru cavabdır. 20-ci suala baxırıq. Orta əsrlər dövrünə aid hadisələrdən hansı daha sonra baş vermişdir? Orta əsrlər aid olmalıdır və əvvəl olmalıdır. Üzr istəyirəm, sonra olmalıdır. Hadisələrin içərisində ən sonra. Deməli, avtomatik Şəki xanlığını burada çıxırıq, çünki orta əsrlər deyil. Təhmasibin hakimiyyətə gəlməsi 16-cı əsrdir. Şirvanşahlar dövlətinin Qızılbaşlarla mübarizə başlaması 15-ci əsrdir. Səfəvilər dövlətinin paytaxtının Qəzvinə köçürülməsi o da 16-cı əsrdir. Səfəvi-Osmanlı müharibələrinin başlanması da 16-cı əsrdir. B-ni də çıxırıq, 3 cavab arasında qalırıq. Amma Səfəvi-Osmanlı müharibələri bilirik ki, Çaldıran döyüşü ilə başlayır. Bu da Şah İsmailin dövrüdür. Burada Təhmasibdən bəhs etdiyinə görə D-ni silirik. Və burada artıq ikisi arasında qalır, A və ya C. Amma biz bilirik ki, Təhmasib hakimiyyətə gələndən sonra, hətta az yaşlı olduğuna görə onu anası bir müddət idarə edir dövləti. Amma kitabımızda başqa bir yerdə də yazılır ki, Şah İsmaildən sonra gələn hökmdar, yəni Təhmasib, paytaxtı Təbrizdən Qəzvinə köçürüb. Deməli, Təhmasib hakimiyyətə gəlməlidir ki, paytaxt Qəzvinə köçürülsün. Ona görə də sonuncu hadisə C-dir. 21-ci suala baxırıq. Deməli, sxema uyğun doğru cavabı müəyyən edin. Cümhuriyyətdə və cümhuriyyətlə monarxiya ifadələrinin bilirsiniz ki, fərqinə varmaq lazımdır ki, monarxiyanın xüsusiyyətləri nədir, cümhuriyyətin xüsusiyyətləri nədir? Deməli, cümhuriyyətdə doğru olanlar və yanlış olanları seçməliyik. Doğru sütununa baxırıq. Cümhuriyyətdə doğru. Qanunların icrasını parlament həyata keçirirdimi? Xeyr, icrasını həyata keçirirdi hökumət. İcrasını həyata keçirirdi hökumət. Yanlış. Doğru deyil. Hakimiyyət irsən keçirdimi? Xeyr. Bu da monarxiya aiddir. Bu da yanlış ifadədir. Qanunlar parlamentdə səs verməklə qəbul edilir-mi? Bəli. Bu doğrudur. Yanlış tərəfə baxırıq. Qanun və fərmanların icrasını hökmdar özü nəzarət edirdi-mi? Xeyr, hökmdar nəzarət etmirdi, yəni yanlışdır. Elə bu doğru olaraq bunu yanlış olaraq götürürük. Dövlət hökmdarlar tərəfindən idarə olunurdu-mu? Bu da əlbəttə ki, yanlışdır. Dövlət hökmdarlar tərəfindən yox, parlament və Nazirlər Şurası tərəfindən idarə olunurdu. Dolayısıyla xalqın seçdiyi insanlar tərəfindən idarə olunurdu. Bu da yanlış ifadədir. Parlament və Nazirlər Şurası tərəfindən idarə olunurdu. Bəli. Bu, Cümhuriyyətdə Parlament və Nazirlər Şurası tərəfindən idarə olunurdu. Yanlış ifadə deyil, doğru ifadədir. Bunu da çıxırıq. Deməli, burada 3, 4, 5, Y cavabı doğru cavab olur. 22-ci suala baxırıq. Açıq suallarımızdandır. Xəritəni görürük biz burada. Azərbaycan xanlıqlarını və sultanlıqlarını tabe etməyə çalışan şimal xanlıqlarımızı ərazisi müəyyən edin. Bilirsiniz ki, şimalda 3 xanlığımız olub ki, qonşu əraziləri tabe etməyə çalışıb. Biri Qubadır. Qubanı göstərirəm sizə hal-hazırda. 3 Qubadır. Biri Şəkidir, 2 olan. Bir də təbii ki, Qarabağdır, 1 ilə göstərilən. Ona görə də 1, 2 və 3 doğru cavabdır. 4 İrəvandır. Əlbəttə ki, o elə bir siyasət yürütməyib. 5 düzdür, Urmiyada yürüdüb, amma Urmiya niyə götürmürük? Çünki cənubdadır, bizdə şimalda olan xanlıqlarımızı istəyir. Yeri gəlmişkən, digər xanlıqlarımızda, ən azı şimal xanlıqlarımıza deyinmək olar. Misal üçün, Bakı buradadır, burada Dərbənddir, burada Şamaxıdır, burada Gəncədir, burada da demək Naxçıvandır. Bizə lazım olan şimal xanlıqları, bir də Lənkəranı da göstərək. Bu da Lənkəran. 23-cü suala baxırıq. Xronoloji ardıcılı müəyyən edin. Deməli, Suqovuşan qəsəbəsinin azad edilməsi, bu bilirsiniz ki, Vətən müharibəsi dövründə olub. Vətən müharibəsi dövrü də bilirsiniz ki, neçənci ildir? 2020-ci ildir. 27 sentyabrdan 10 noyabra qədər
Deməli, birinci Suqovuşanı tapdıq. Polad Həşimovun şəhid edilməsi bilirsiniz ki, Vətən müharibəsindən əvvəldir. İyul ayındadır. Biz ona nə deyirik? Tovuz təxribatları. İkinci hadisə olacaq iyul 2020. Diqqətli olaq. Natiq Qasımov milli qəhrəman adı verilib 2020-2024. Şuşanın erməni işğalından azad edilməsi 8 noyabr 2020. Amma Suqovuşan bilirsiniz ki, birinci azad olunan kənd və qəsəbələrimizdəndir. Bilirsiniz, Tarış Suqovuşan ardıcıllığı ilə gedir. Sonra Murov dağı, sonra Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və nəhayət Şuşanın azad edilməsi. Bir gün sonra da bəyanat imzalanır üç tərəfli. Ondan sonra da müharibə bitir. Müharibə bitəndən sonra həmən bəyanata əsasən 3 rayonumuz Kəlbəcər, deməli Ağdam, Kəlbəcər, Laçın bir güllə atılmadan geri qaytarılır ermənilər tərəfindən. Bu artıq Vətən müharibəsindən sonraki hadisələrdir. İndi burada hadisələri gəlin düzək. Deməli, birinci burada nədir? Polad Həşimov gəlir. 2. Sonra Suqovuşanın azad edilməsi, Şuşanın azad edilməsi və Natiq Qasımov. 2, 1, 4, 3. 24-cü suala baxırıq. Deməli, 20-ci əsrin 90-cı illərində Azərbaycanda baş vermiş hadisələr. 20-ci əsrin 90-cı illəri olmalıdır və Azərbaycanda baş verməlidir. Diqqətli olmalıyıq. Azərbaycan Respublikasının dövlət müstəqilliyi elan edilməsi doğru. 1991-ci il və Azərbaycanla bağlıdır. Qarabağda yaşayan ermənilərə muxtariyyət verilməsi, bu bilirsiniz ki, Azərbaycan SSR-nin ilk dövrlərinə aiddir. Yəni 20-30-cu illərə aiddir və bu 90-cı illər deyil. 20 yanvar hadisələrinə Heydər Əliyev tərəfindən ilk siyasi qiymət verilməsi Moskvada bilirsiniz ki, konfrans təşkil edir və orada sərt tənqid edir SSR rəhbərliyini. Düzdür, bu 90-cı illərə aid hadisədir, amma Azərbaycanda baş verməyib. Çünki Moskvada olub bu hadisə. Ona görə bunu da çıxırıq. Azərbaycan xalqının SSR-yə qarşı ilk çıxışları bu 1988-ci ildir. Ona görə bunu da çıxırıq və qalır nə? Azərbaycan Respublikasının dövlət himni haqqında qanunun qəbul edilməsi. Bilirsiniz ki, 1992-ci il 27 may tarixində baş verib. 1-5 deməli burada doğru cavabdır. 25-ci sual nəhayət uyğunluğu müəyyən edin. Deməli, Azərbaycan birinci vitse-prezidenti olması Heydər Əliyev, İlham Əliyev, Mehriban Əliyeva. Bu təbii ki, Mehriban Əliyevadır. 2003-cü ildən Azərbaycana rəhbərlik etməsi bu İlham Əliyevdir. Dünya Azərbaycanlıların birinci qurultayının keçirilməsi noyabr ayında bilirsiniz ki, Dünya Azərbaycanlıların birinci qurultayı keçirilib. 2001 ilində yazıram, noyabr ayında keçirilib. Ona görə nə olur? 1 olur C, 2 olur B, 3 olur A. Bu da bizə doğru cavab burada budur. Beləliklə, əziz şagirdlər, bu dərsimizin də sonuna çatdıq. İnşallah növbəti dərslərimizdə görüşənə qədər mütləq səhvlərinizi diqqətlə izləyin və nəticə çıxarın. Uğurlar, sağ olun.